İmam Mehdi aleyhisselam bu günləri bütün varlıq aləmi onun süfrəsində əyləşibdir. Bugün dünyada açılan bütün süfrələr onun üzünün nuru hörmətinədir. Ona görə bu günləri əgər yağış yağırsa da İmam Mehdi aleyhisselama görədir. Əgər bu gün əkinlər bar verirsə də İmam Mehdi aleyhisselama görədir. Əgər bu günləri varlıq aləmindəki bütün meyvələr, tərəvəzlər hər biri İmam Mehdi aleyhisselamın hörmətinədir. Onun Allah üzünə açıbdır bu günləri o süfrəni. Bu gün varlıq aləminin, bütün insanlığın, insanoğlunun əgər evində, süfrəsində nəsə varsa, o İmam Mehdi aleyhisselamın süfrəsidir. İnsan gərək süfrə sahibini tanısın. İnsan gərək süfrənin sahibinin kimliyini öyrənsin. Əssəlamu aleykə ya eynəl həyat. Salam olsun sənə ey həyat bulağı. Salam olsun sənə ey həyat